əvvəllər daha çox taksilər var idi, şəhərdə olan taksilərin keyfiyyətindən çox insanlar şikayət edirdilər. Lakin biz bu düşündük ki, əgər biz siyasətdə dəyişiklik etsək, artıq indi 20 minə yaxın taksidir və artıq sosial məsələlər həll olunub. Çünki biz düşünürdük ki, bunun haqqında daha ətraflı taksi sözləri əvvəllər 20 saata yaxın işləyirdilər. Bu o demək ki, sərnişinlərin həyatı üçün təhlükə yaranırdı və indi isə artıq onlar 8 saat işləyirlər. O deməkdir ki, əgər biz 20 minlik taksilərinə baxsaq, biz burada iş yerlərini dəyişməmişik, lakin keyfiyyəti artırdıq. Nəqliyyatda olan transformasiya sayəsində də baxsaq, eyni zamanda mikromobilliyi də artırmışıq. Bu o deməkdir ki, biz yeni velosiped zonları yaratmışıq, eyni zamanda da piyada keçidləri qurmuşuq. Eyni zamanda da düşünürük ki, bu bizim ətraf mühitə necə təsir göstərəcək və biz düşünürük ki, bu bizim karbon emissiyalarının azaldılmasına da gətirib çıxardacaq.